Salam dəyərli müəllimlər. MİQ və sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimlərinin proqramına sonradan artırılan mövzulardan olan faiz məsələləri ilə bağlı qəbul tipli bir sualın izahına baxırıq. Bir məhsulun qiymətini 20% azaltdılar. Alınan qiyməti neçə faizə artırmaq lazımdır ki, əvvəlki qiymət alınsın. Burada müəllimlər çalışıb 20% azaltma varsa elə 20% artırmaq düşünərlər. Bu dəfə olsaydı faizdə burada ciddi fərqlər yaranır. Bu tipli sualları x ilə və s. yaza bilərik. Amma daha rahat bir üsul deyəcəm. Hər bir şeyi faiz məsələlərində başlanğıcda 100 götürürük. Niyə? Çünki 100 ilə çox rahat işləyə bilirik və 100 yeganə ədəd ki, məsələn 100-ün 20% 20 eləyir, 100-ün 30% 30 eləyir. Başlanğıc üçün qiymətimiz olsun 100 manat. 20% azaltdılar. 100-ün 20% 20 eləyir və 100-dən 20-ni çıxanda qalır 80. İndi bizə deyir ki, alınan qiyməti neçə faiz artırmaq lazımdır ki, əvvəlki qiymət alsın. Yəni biz 80-dən qalxmalıyıq 100-ə. Bu da kəmiyyət dəyişiminin faizlə ifadəsidir. 80-dən 100-ə qaldırmaq neçə faiz qaldırmaq deməkdir? Çox rahat. Bu tipli suallarda nə edirdik? Sürətə fərqi yazırdıq. 100 ilə 80-in fərqi 20. Məxrəcə nədən artırmışıqsa və ya nədən düşmüşüksə onu yazırdıq. Başqa bunu mən dərslərimizdə loru dildə izah eləmişəm ki, dən şəkilçisi nəyin sonundadırsa, dan dən. Onu məxrəcə yazırıq. 80-dən bölürəm 80-ə, vururam 100-ə. 20-20-yə 1, 80-20-yə 4, 100-ü də 4-ə böləndə 25%. Demək, məhsulun qiyməti 20% azaltmışıqsa, əvvəlki qiyməti almaq üçün 25% qaldırmalıyıq. Doğru cavab A variantı.